Trend sizə nə qazandırır? Trend yəni mənə Hə, Rəsul? Mənə nə qazandırır deyəndə ki, hal-hazırda indi mahnının hit olmağı trendlə ölçülürsə, yəni bu müğənninin ifa etdiyi mahnının uğurudur. Nə qazandırır? Orada artıq bilinir ki, mahnıya qarşı insanların sevgisi. Toya çağıranda da istəyirlər, hə? Trendə olan mahnıları istəyirlərmi orada? Trend olan mahnılar deyəndə ki, yəni trendə düşən mahnılar sevilir də artıq. Öz istədiyini çağırır. Trend olmağı müğənni üçün çox önəmlidir. Əlbəttə. Çox önəmlidir deyəndə ki, hal-hazırda, yəni hit mahnı onunla ölçülür də. Əvvəllər trend yox idi, sosial şəbəkə yox idi. Belə ölçülürdü, maşınlarda səslənirdi, nə bilim. Mən istəyirəm Sevdaya biraz var idi, kömək kasetlər var idi. Ay sağ ol. Trend sözünü İndi də trendlə ölçülür. Hə, trend sözünü trend kimi qəbul etməsək, ayrı cür baxsaq buna, yəni ki, çox insanın qarşısına çıxır. Dolanışır. Çox insanlar qulaq asır. Düzdür, istərsəmiz elə mahnılar var ki, Yəni o trend sözünü bir dənə belə əzbərdən çıxardaq, baxırsan ki, hə, milyonlarla insanlar baxır. Başa düşdün nə demək Yəni istəyirəm? mən onu deyim ki, belə heç bir mahnımda səmimi mən danışıram da, heç bir mahnımda bu həyatımın ilki kimi uğurum olmamışdı. Yəni o zaman zamanında hit oldu, indiyə qədər Və heç səslənir. bir pulda xərcləməmisən bunun üçün, düzdürmü? Xeyr, yəni sosial şəbəkələrdən, yəni TikTok hal-hazırda, Bəli. yəni Sam Smith kimi dünya ulduzu, Lady Gaga kimi dünya ulduzu artıq mahnılarının promotionunu TikTokla eləyirlər. Yəni orada artıq kəşfiyyətə düşəndən sonra videolar çəkilir, nə bilim oradan baxışlar artır. Mən də bilmirdim, təzə öyrənmişəm. Çünki yəni bu mahnıma bir həftə ərzində 1 milyon baxış oldu YouTube-da. 1 milyon. Yəni bu çox gözəl bir göstəricidir, hansı ki bu baxışları bir aya, 2 aya toplayırlar. Və sən bunun üçün bir qəpik belə bir qəpik belə xərcləməmişəm. Mən sadəcə bunun promotionunu düzgün aparmışam. İstəsə də belə promotiondan Promotionunu düzgün aparmışam. Yəni mən deyim ki, bundan öncəki mahnılara mən pul xərcləmişəm, amma heç bir effekti olmayıb. Amma bu mahnı, yəni bu mahnının bəxti gətirdi də. Yəni bu mahnı çıxmalı idi və hit olmalı idi. İzləyicilərə də ona görə Təşəkkür əlbəttə ki. Onu bir əlindən tutmalısan da bir balaca gəlsin. O da ona kömək eləyir də. Pul o barədədir. Promotion çox vacibdir. Amma sonra o ayağa qalxdı. Hər kəs də bunu edir. Özü sənə heç arxaya baxmır, qaçır.